Bir daha salamlayıram hər birinizi əziz qrup üzvləri. Bugünkü dərsimiz Azərbaycan Respublikası təhsil haqqında qanundan maddə 32, 33, 34 olacaq. Bu maddələrdə Azərbaycan Respublikasının təhsil qanunu maddə 32, 33, 34-də təhsil alanların hüquq və vəzifələri, təhsil verənlərin hüquq və vəzifələri və valideynlərin, həmçinin də qanuni nümayəndələrin hüquq və vəzifələrindən danışacağıq. Deməli, İlk öncə baxırıq təhsil alan kimdir? Təhsil alanlar şagirdlərdir. Təhsil verənlər müəllimlərdir. Valideyn bildiyimiz kimi hər bir şagirdin valideynidir. Qanuni nümayəndə də onu övladlığa götürən hər hansı bir şəxsdir ya qəyyumluğuna götürən şəxslərdir. Bunlara qanuni nümayəndələr deyirlər. Deməli, ilk öncə biz baxaq görək, hüquq nədir, vəzifə nədir? Deməli, baxın burada hüquq, deməli, dövlətin bizə verdiyi hüquqdan danışır. Dövlət bu hüququ bizə verib, dövlətin verdiyi səlahiyyətdir, belə deyək ki, biz bunu istəsək, yəni edərik, istəsək etmərik də buna aid. Amma vəzifə, mütləq biz bunu etməliyik. Vəzifə bizim boynumuzun borcudur. Mütləq şəkildə biz bunu etməliyik. Yəni, etmək məcburiyyətindəyik. Məsəl üçün, biz qanunlar olan bir dövlətdə yaşayırıqsa, konstitusiyası olan bir dövlətdə yaşayırıqsa, mütləq şəkildə biz bunu etməliyik. Yəni, vəzifəni, dövlət bizə bunu, bu mənim qoyduğum vəzifədir deyirsə, əlbəttə ki, o yerinə yetirilməlidir. Məsəl üçün, ilk öncə burada təhsil alanların hüquq və vəzifələrindən danışılır. Deməli, biz ilk öncə baxanda diqqət yetirməliyik ki, bura görək, hüququ necə ayıra bilərik, vəzifəni necə ayıra bilərik? Biz əsas bunları bilməliyik burada. Məsəl üçün, dedik ki, dövlət verir o hüququ, məsəl üçün, hər hansı bir şagirdə, belə deyək ki, məsəl üçün, hər hansı bir şagird öz təhsilinin, istiqamətini, ixtisasını, təhsil alma formasını, tədris dilini özü sərbəst seçə bilər. Yəni, heç kəs buna qarşı bilməz, bu öz işidir. Həmçinin, məsəl üçün, valideyn öz övladını istəyir 58 nömrəli məktəbə qoymur, istəyir 158 nömrəli məktəbə qoyur. Təhsil alması üçün də bu valideynin də öz işidir, özü bilər. Yəni, buna da kimsə qarışa bilməz, hüququdur. Amma, belə deyək ki, amma valideyn övladımı məktəbə qoymuram, oxutmuram deyə bilməz. Artıq bu bunun hüququnda deyil. O öz övladını məktəbə göndərməsi, bu bunun artıq vəzifəsi olur. Həmçinin şagird də dərsə gəlmirəm deyə bilməz. Yəni, biz müəyyən zaman ərzində bu hüquq və vəzifələrə baxdıqca ayrı-ayrılıqda öyrənə biləcəyik. Məsəl üçün, vəzifəni belə deyə bilər. Hüquq dedik ki, o dövlət verilən səlahiyyətdir. İstəsən edərsən, istəsən etməsin, öz işindir. Amma vəzifəni biz mütləq şəkildə yerinə yetirməliyik. Yəni, bu bizim boynumuzun borcudur. Biz bu vəzifəni yerinə yetirməliyik. Deməli, belə başa düşə bilərsiniz ki, həmçində vəzifəni belə ayıra bilərsiniz ki, hüquq və vəzifəni bir-birindən qınaq obyektinə çevrilə bilər. Məsəl üçün, biz indi vəzifələrə çatdıqca görə bilərik ki, yəni hansısa vəzifə, hüquq və vəzifədən necə ayıra biləcəksiniz? İlk öncə belə də eləyə bilərsiniz. Baxın, birinci tapırsınız. Bu, oxuyursunuz, məsəl üçün, hüquqdurmu, vəzifədimi tap. Birinci oxuyursunuz cümləni. Sonra tapırsınız, birinci ayırırsınız ki, bu hüquqdurmu, vəzifədirmi? Yaxşı, tapdınız hüquq. Sonra düşünürsünüz, bu kimə aiddir? Şagirdəmi, valideynəmi, müəlliməmi? Oxuyandan sonra birinci tapırsınız kimə aiddir? Şagirdəmi, valideynəmi, müəlliməmi? Sonra tapırsınız hüquqdurmu, vəzifədirmi? Biz indi təhsil alanların hüquqlarına baxırıq. Baxın, bunlar təhsil alanların hüquqlarıdır. Belə deyək ki, təhsil alanların hüquqlarına biz nəzər yetirəndə diqqət yetirək. Deyir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq. Bu, təhsil alanın, şagirdin hüququdur. Təhsil müəssisəsinin təhsil istiqamətini, ixtisasını, təhsil alma formasını, tədris dilini və xarici dilini sərbəst seçmək. Əlbəttə ki, onun hüququdur. O, istədiyi müəssisəni sərbəst seçə bilər. Cümlələrə diqqət yetirin. Əgər burada sərbəst seçirsə, sərbəst seçirəmsə, əlbəttə ki, bu mənə aiddir. Bu mənim hüququmdur. Mən bunu seçirəmsə, mən seçirəmsə, bu mənə aiddir. Bu vəzifə demək deyil onda. Sonra deyir ki, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Deyirik ki, hər bir şagird
Dövlət təhsil müəssisəsinə təhsil almalıdır. Həmçinin də sağlam pedaqoji mühitdə dövlət standartlarına uyğun keyfiyyətli təhsil almaq hər bir şagirdin hüququdur. Məsəl üçün, o həmən təhsil müəssisəsində çevrəsində sağlam bir mühit olmalıdır, sağlam pedaqoji müəllimlərin, yəni şagirdlərlə müəllimlər hər kəs sağlam bir insanların içərisində olmalıdır. Həmçinin də dövlətin qoyduğu standartlara uyğun keyfiyyətli təhsil almalıdır. Bu bunun hüququdur. Bu bunu istəyir. Sonra deyir ki, müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti və o cümlədən dərslərkənar məşğələni, fakultativ kursları seçmək. Baxın, burada seçmək, bu da bunun hüququdur. Seçir də bu. Seçirsə mənimdir. Əgər dövlət bu səlahiyyəti mənə veribsə, deyibsə ki, ay şagird, ay valideyn, ay müəllim, bunlar sənin hüququndur. İstəsən edə də bilərsən, etməyə də bilərsən. Sənə heç kəs heç nə deməz. Kimsə qarşı bilməz, bu sənin işindir. Deməli, biz burada şagirdlərin hüquqlarından danışırıq. Deyir ki, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsil verənlərin, tutorların sərbəst seçmək. Baxın, burada da yenə var, sərbəst seçir. Sonra deyir, təhsil müəssisəsinin mövcud infrastrukturundan tədris, istehsalat və elmi tədqiqat, informasiya, maddi, məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan istifadə etmək. Biz dərslərimizi dövlət standartlarında maddi texniki baza və infrastrukturdan keçəcək, onu biləcək. İnfrastruktur nədir, maddi texniki tədris bazası nədir? Sadəcə olaraq, yəni burada bir söz keçir ki, yəni belə başa salım ki, məktəblərdə olan daşınan və daşınmaz əmlaklar var ki, infrastruktur daşınmaz əmlakdır, maddi texniki tədris bazası daşınan əmlakdır. Yəni daşınmaz əmlak deyəndə binadır, elektrikdir, sudur, internetdir, binaların özüdür, idman meydançasıdır. Bu infrastruktur adlanır. Əslində bunu keçəcək. Biz sadəcə olaraq, yəni infrastruktur nə deməkdir ki, onu başa salmaq istəyirəm. Maddi texniki tədris bazası da məktəblərdə olan, belə deyək də, laboratoriya otaqlarında olan hər hansı bir cihazlardır, stoldur, belə şey bunlardır. Bunlar da maddi texniki tədris bazası adlanır. Deməli, təhsil müəssisəsinin mövcud infrastrukturundan tədris, istehsalat, elmi tədqiqat, informasiya, mədəni, məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan istifadə etmək. Deməli, hər bir şagirdin hüququdur. Bəli, o məktəbin maddi texniki tədris bazasından, infrastrukturundan istifadə edə bilər. Yəni, o informatika otağından istifadə edər, idman zalından, hər yerdən, laboratoriya otaqlarından, kitabxanadan, bəli, istifadə edər. Etməyə də bilər, özü bilər. Bunun hüququdur. Amma etmək hüququdur. Edə bilər. Heç kəs qarşı bilməz. Heç kəs, heç bir şagird deyə bilməz ki, sən niyə idman zalında oynadın, niyə kompüterdən istifadə etdin, niyə kitabxanaya getdin. Deməli, bu uşağın hüququdur. Gedə bilər. Deyir ki, müəyyən edilmiş qaydada təhsil müəssisəsinin ixtisasını dəyişmək. Dəyişmək. Əgər mən dəyişmək varsa, mənə aiddir. Mən dəyişməliyəm. Dəyişə bilərəm bunu. Demə, bu da hüquqdur. Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq deyirsəm. Bu da hüquqdur. Fasiləsiz təhsil almaq. Deməli, biz fasiləsiz təhsil almağı harda görmüşdük? Deməli, Azərbaycan Respublikasının təhsil haqqında qanununda maddə 3-də təhsil sahəsində dövlət siyasətinə əsas prinsiplərində təhsilimiz demişdik ki, keçmişdik orada fasiləsiz təhsil almaqdan danışmışdıq. Bəli, hər bir şagirdin hüququdur ki, fasiləsiz təhsil alsın. 1-ci sinifdən gəlsin, 11-ci sinifə kimi ki, oxusun. Bunun hüququdur. Sonra deyir, həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq. Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq. Bəli, hər bir şagirdin hüququdur ki, o sağlam, yəni sağlamlığına heç bir təhlükə olmayan, zərərsiz bir şəraitdə təhsil alsın. Məsəl üçün, hər hansı bir təhsil müəssisəsində, əgər o təhsil müəssisəsində hər hansı bir təhlükəli şərait varsa, orada məktəb müəssisəsinin rəhbəri, həmən məktəbin rəhbəri məsuliyyət daşır. Hətta o hər hansı bir cəza tədbiri görülə bilər, cərimə oluna bilər ki, məktəbdə mütləq şəkildə təhlükəsizlik şərait yarar, təhlükəsizlik olmalıdır. Ola bilər ki, məsəl üçün,
hardasa tok açıq ola bilər, nəsə qırılıb yuxarıdan ayna sallanırmı, nəsə olurmu? Hər an təhlükə olmamalı. Yəni əgər ki belə təhlükəli vəziyyət varsa, müəssisə rəhbəri əlbəttə ki məsuliyyət daşıyır. Yəni həmçinin hər bir şagirdin sağlamlığı üçün təhlükəsiz olan, zərərsiz bir təhsil şəraitində o təhsil almalıdır. Orada o həmən təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq hər bir şagirdin hüququdur. Deməli deyir ki, şərəf və ləyaqətini aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarından zidd hərəkətlərindən müdafiə olunmaq. Məsəl üçün biz bilirik ki, bugünkü gündə dövrümüzdə, yəni ailələr müxtəlifdir. Ailələrdə müxtəlif tərbiyə görmüş uşaqlar var. Məlum məsələ, bu uşaqların da hər birisi bütün təhsil müəssisələrimizdə təhsil alırlar. Yəni həqiqətən ailələr fərqlidir. Hamı eyni cür ola bilmir. Bütün ailələr eyni tərbiyədə gedə bilmir. Ola bilər ki, bu anadan, atadan özü necə öyrənirsə, öz övladını da elə tərbiyə etmiş olur. Yəni həqiqətən insan həyatı fərqlidir, fərqlidir bu insanlar. Bizim də övladlarımız, uşaqlarımız həmən təhsil müəssisələrində, həmən fərqli ailələrdə böyümüş uşaqlarla eyni yerdə təhsil alırlar. Yəni biri bir cürdür, biri bir cürdür də uşaqların. Baxın burada ola bilər ki, biz dedik ki, bullyingə məruz qalma hallar ola bilər ki, məsəl üçün bilərəkdən edilən bullying var, bilməyərəkdən edilən bullying var, qəsdən edilən bullying var. Yəni bu bullyinglərə məruz qalmaması üçün mütləq şəkildə təhsil müəssisələrində bu bullying ilə bağlı bütün uşaqları məlumatlandırmaq lazımdır, onları bildirmək lazımdır. Əgər belə bullying halları yaşanırsa, onların qarşısını almaq lazımdır. Bəli, məsəl üçün heç bir şagirdə, heç bir kəs ümumiyyətlə heç bir zorakılıq halları olmamalıdır. O özünün deməli belə bir zorakılıq, mənəvi və psixoloji zorakılıq halları varsa, belə bir zidd hərəkətləri varsa, o müdafiə olunmaq hüququdur. Müdafiə oluna bilər o. Bu bunun hüququdur. Sonra deyir ki, müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsili müvəqqəti dayandırmaq. Yəni müəyyən edilmiş qaydada deyilir ki, qanunvericilik qanuna uyğun olaraq təhsil müəssisəsinin təhsili müvəqqəti dayandırır. Hər hansı bir problemi varsa, nə bilim, icazə ala bilir, həkimdən kağız gətirir, həkimdən xəstəxana adası, nəsə də bir problem, nəsə səbəbə görə. Baxın, bu dayandırmaq sözü varsa, burada da hüquqdur. Deyir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, orqanın, qurumun müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək. Biz demişdik ki, burada müvafiq icra hakimiyyəti orqanı deyildiyində, hansısa rayonlarda olan icra hakimiyyəti orqanları deyil, təhsil sektoru, regional təhsil idarəsi, təhsil nazirliyi ola bilər. Bəli, hər bir şagird öz biliyinin yenidən qiymətləndirilməsini tələb edə bilər. Yəni bu bunun hüququdur. Məsəl üçün ola bilər ki, öz qiymətləndirilməsindən narazılıq var, razı deyil, görür ki, hər hansı bir nəsə səhvliklər var. Məsəl üçün öz biliyini yenidən qiymətləndirməsini tələb edə bilir. Sonra bu tələb edir. Baxın cümlənin sonuna baxın, bu tələb edir. Sərbəst seçirsə, özü istəyirsə, bu deməli bunun hüququdur. O dövlət orta ixtisas təhsili pilləsinə, peşə pilləsi və ali təhsilin hər bir səviyyəsinin qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq. Biz dedik ki, bizdə təhsil müəssisəsi əlbəttə ki, hər hansı bir ödəniş tələb etmir. Bizim təhsil müəssisələrimiz pulsuzdur. Yəni, pulsuz təhsil almaq hüququ var hər bir şagirdin, bəli. Hər bir orta ixtisas təhsili pilləsinə, peşə təhsili və hər bir səviyyədə, yəni qanunvericilərə olaraq bir dəfə pulsuz təhsil almaq hüququ var. Baxın, pulsuz təhsil almaq bu da hüquqdur. Dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsil müəssisələrinə dərsliklərlə pulsuz təmin olunmaq. Bizim məktəblərimizdə əlbəttə ki, dərsliklərlə pulsuz təmin olunurlar və onun pulsuz dərsliklə təmin olunmaq hüququdur. Təhsil prosesinin təşkilinə və idarə olunmasına fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Məsəl üçün, təhsil prosesinin təşkilində və idarə olunmasına fəal iştirak etmək, yəni bu şagird deyə bilər ki, necə iştirak edə bilər təhsil prosesi. Ola bilər ki, hansısa tədbirlərdə, iclaslarda fəal iştirak edə bilər, öz fikirlərini sərbəst ifadə edə bilər. Baxın, burada ifadə etmək deyirsə, bu da hüquqdur. Sonra deyir ki, təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və
digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq. O da onun hüququdur. Üzv olursa, deməli mən harasa üzv oluramsa, mənim istəyimdir, hüququmdur. Sonra deyir, təhsillə bağlı inkişaf yönümlü tədbirlərdə olimpiyada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar proqramı layihələrdə iştirak etmək hüququdur. Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququdur. Bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək hüququdur. Deməli, bura kimi hüquqları idi şagirdlərin. Deyir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək onun hüququdur. Sonra təhsil müəssisəsində qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla təhsil alanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tələblərə cəlb ediləməsinə yol verilmir. Məsəl üçün, biz şagirdləri məktəblərdə hər hansı bir ağır işlərdə işlədilməsinə, yəni şagirdə aid olmayan hansı bir işlərin tapşırılması, təhsil prosesinə aid olmayan işlərə cəlb edilməsinə yol verilmir. Məktəbin, yəni xadimələri də var, təsərrüfat müdürü də var, hər hansı bir iş görənləri var da, əlbəttə ki, yəni dərsdən, təhsildən əlavə işlərə cəlb etməyə yol verilmir. Biz gəldik, indi baxırıq təhsil alanların vəzifələrinə. İndiyə kimi oxuduqlarımız hüquqları idi, indi vəzifəsinə baxırıq. Dedik ki, hüquq dövlətin bizə verdiyi səlahiyyətdir. Biz onu istəsək edərik, istəsək etmərik. Amma vəzifəni mütləq şəkildə biz etməliyik. Əgər biz bunu etməsək, qınaq obyektinə çevrilə bilərik. Deyir ki, dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək. Bu, hər bir şagirdin vəzifəsidir. Hər bir şagird dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməlidir. Yaxşı, biz bunun sonunu deyək, yiyələnməmək. Əgər hər hansı bir şagird bura yiyələnməsə, kimsə qınaq obyektinə çevirir, deyər ki, necə bu şagird belə ola bilər? Olmamalıdır axı, hər bir şagird əgər dərsə məktəbə gəlirsə, o təhsil standartlarına uyğun bilik əldə etməlidir, bacarıq və vərdişlərə yiyələnməlidir. Bu vəzifəsidir. Deyir, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirmək. Məsəl üçün, burada yerinə yetirmək deyilsə, siz yerinə yetirməmək, çevirib deyə bilərsiniz, amma görəcəksiniz ki, hər birisi qınaq obyektinə çevrilə bilər. Necə ola bilər ki, bu olmaz da, belə olmaz. Deməli, onda hüquq və vəzifəni özünüz də ayıra biləcəksiniz. Deməli, sonra deyir ki, sağlam həyat tərzi keçirmək hər bir şagirdin vəzifəsidir. Deyə bilərsiniz ki, hər bir şagirdin özü bilər də, özü sağlam olur, olmur. Niyə buna hüquq eləməyiblər ki? Xeyr, bu hüquq deyil. Sağlam həyat tərzi keçirmək hər bir şagirdin vəzifəsidir. Həm ona görə ki, həmən bu şagird, bugünkü gündə şagird olan uşaq, həmən şagird bizim gələcək cəmiyyətimizin bir üzvüdür. Bizim gələcək cəmiyyətimizə sağlam ruhda, sağlam bədəndə dövlətini, vətənini sevə biləcək bir şəxsin yetişməsi lazımdır. Həm bu öz gələcəyinə, həm özümüzün, dövlətimizin gələcəyi üçün lazımdır. Həmçinin də o sağlam həyat tərzi keçirməlidir ki, yəni ola bilər ki, hər hansı bir xəstəliyi varsa, o sağlam olmasa kənardakı uşaqlara xəstəliyi yoluxa bilər axı, ona görə mütləq şəkildə sağlam həyat tərzi ki, sağlam olmalıdır. Burada sağlam həyat tərzi deyəni bir də nə başa düşürsünüz? Ola bilər ki, mən bayaq sizə vurğuladım ki, yəni ailələr müxtəlifdir, uşaqlar müxtəlif tərbiyələrlə böyüyürlər. Həqiqətən belədir. Bəzən elə ailələri mən görəndə çox məəttəl oluram ki, yəni həqiqətən də burada ata-ana münasibətində necə ola bilər ki, övlad atanın sözünə baxmıyor, söz qaytarar. Yəni həqiqətən çox maraqlı gəlir mənim üçün. Hər zaman rastlamada çıxanda məəttəl oluram. Yəni belə ailələrdən gələn uşaqlar da daha özbaşına olurlar. Bilirsiniz, özbaşına olan uşaqlar da siqaret aludəçisi olurlar. Yəni digər nə olurlar? O sağlam həyat tərzindən çıxdılar da artıq olar. Ona görə sağlam həyat tərzi keçirməlidir ki, bu insan sağlam həyat tərzi keçirməyəndə ətrafındakıları da özü tərəfə yönləndirə bilər. Ona görə mütləq şəkildə hər bir şagirdin vəzifəsi sağlam həyat tərzi keçirmək. Deyir ki, pedaqoji işlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq. Deməli, bu pedaqoji işlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq deyəndə bu cümləyə biz neçə dəfə rastlaşacağıq burada.
Yəni pedaqoji işçilər kimlərdir? Pedaqoji işçilər müəllimlərdir, təhsil işçiləridir. Şərəf ləyaqətinə hörmətlə yanaşmaq hər bir şagirdin vəzifəsidir. Hər bir şagird, hər bir müəllimin, pedaqoji işçinin şərəf ləyaqətinə hörmətlə yanaşmalıdır. Deyir ki, təhsil müəssisəsi nizamnaməsinin tələblərinə riayət etmək. Biz dedik ki, bütün təhsil müəssisələrində hər təhsil müəssisəsinin özünə görə nizamnaməsi olur. Yəni bir növ belə qayda qanunları orada necə deyim, məktəbə aid hər şey orada vurğulanır, yazılır, qeyd edilir və hər bir şagird də mütləq şəkildə təhsil müəssisəsi nizamnaməsinin tələblərinə riayət etməlidir. Onun vəzifəsidir. Deyir ki, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyəti dərk etmək. Məsəl üçün, bizim dediyimiz hər bir şagird, məsəl üçün, bugünkü gündə dediyimiz kimi hər hansı bir şagird, gələcək cəmiyyətimizin bir üzvüdür deyək də. Gələcək cəmiyyətimizin gələcəyin nə bilim anasıdır, atasıdır, müəllimidir, həkimidir, mühəndisidir. Yəni ona görə də məktəb vaxtından həmən uşaqların mütləq şəkildə dövlətə, cəmiyyətə, ailəyə qarşı sevgi, mərhəmət hissi aşılayaraqdan böyütmək lazımdır ki, gələcək cəmiyyətimizə də yararlı bir insan kimi yetişsin. Ona görə də həmən şagirdlər də elə balaca vaxtından, məktəb yaşından öz məsuliyyətlərini dərk etmələrini başa salmaq lazımdır. Bəli, o deməli qoyulan bütün vəzifələri doğru düzgün yerinə yetirməlidir. Ata-ananın sözünə qulaq asmalıdır, müəllimin sözünə qulaq asmalıdır, özünü ağıllı, tərbiyəli aparmalıdır. O məsuliyyəti dərk etməlidir ki, o dövlətin, cəmiyyətin, ailənin və özü qarşısında həmən o məsuliyyətli olduğunu dərk etməlidir. Məsuliyyəti dərk etmək bu bunun vəzifəsidir. Deməli, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etməlidir. Hər bir şagirdin məktəbə gəlməsi, dərs oxuması, qanunvericiliyin tələblərinə, təlim-tərbiyə prosesinə bağlı qaydalara əməl etməsi əlbəttə ki, onun vəzifəsidir. İndi bəlkə də sizə bunlar qarışıq gələ bilər. Tam olaraq ilk dəfə ola bilər ki, siz deyərsiniz ki, mən bunu qarışdıracağam, ayıra bilməyəcəm, biləcəksiniz. Deməli, bir dəfə də məsəl üçün dərsin səsli izahını dinlədikdən sonra, materialı belə oxuduqdan sonra, test işlədikdən sonra, sual-cavabdan sonra özünüz də görəcəksiniz ki, necə öyrənə bildiniz. İndi biz gəlirik təhsil verənlərin hüquq və vəzifələrinə. Təhsil verənlər kim idi dedik? Müəllimlər idi. Deməli, təhsil verənlərin hüquq və vəzifələrində ilk olaraq hüquqlarına baxırıq. Deyir ki, normal əmək elmi pedaqoji iş və təhsil şəraiti ilə müasir standartlara cavab verən texnologiyalara təmin olmaq. Məsəl üçün, hər bir müəllim öz dərs dediyi sinifdə, məsəl üçün, müasir standartlara cavab verən texnologiyalara təmin olmaq istəyir. Məsəl üçün, dərs qurduğunda hər hansı bir elektron lövhədirmi, yəni müasir texnologiyalara cavab verən hər hansı bir şey istəyir bu dərsi yaxşı qura bilsin. Bu bunun hüququdur. Təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasına fəal iştirak etmək, təkliflər irəli sürmək, yəni hansı iclaslarda, tədbirlərdə iştirak etmək onun hüququdur. Fəal iştirak etmək, təkliflər irəli sürmək hüququdur. Edə bilər, etməyə də bilər. Sonra deyir, tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris metodiki vasitələrə təmin olunmaq. Məsəl üçün, hər bir müəllim öz dərsində, məsələn, bir 45 dəqiqə dərsdə, o öz dərs zamanı 45 dəqiqəni kimsə qarışa bilməz. Məsəl üçün, direktor da olsa sinifə girib, onun dərs keçmə metoduna qarışa bilməz, heç nə əlavə edə bilməz. O 45 dəqiqə o dərs müəllimə aiddir. O metodları, vasitələri sərbəst özü seçə bilər. Metodik vasitələr, tədris metodik vasitələrdən özü necə istəyir dərsi qura bilər. Yəni, bu bunun hüququdur. Baxın, şərəf və ləyaqətə hörmətlə yanaşılmasını tələb etmək. İkinci dəfə gəldik, bu şərəf və ləyaqətə hörmətlə yanaşılmasını tələb etmək sözünə çatdıq biz. Deməli, birinci harada eşitmişdik? Şagirdlərin vəzifəsindədir ki, pedaqoji işlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq. Bu, şagirdin vəzifəsidir. İndi baxın, bu şərəf və ləyaqətə hörmətlə yanaşılmasını tələb etmək, bu, indi müəllimin hüququnda var. Bəli, hər bir müəllimin hüququdur ki, öz şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Təkcə müəllim yox, ümumiyyətlə bütün təhsil işçiləri, hər məktəbdə işləyən bütün hər bir vətəndaş, deməli, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək həm şagirddən,
həm iş yoldaşlarından özünə qarşı hörmətlə yanaşılması tələb etmək bu bunun hüququdur. Tələb edə bilər ki, bu mənim hüququdur, hüququmdur, sən mənimlə düzgün danışmadın, sən mənim şərəf əlaqətimə, yəni düzgün yanaşmadın, mənimlə bu cür rəftarla. Deyir, təhsil müəssisəsinə vəzifə tutmaq, seçkili vəzifə seçmək və seçilmək. Baxın, burada məsəl üçün burada da seçmək, seçilmək sözü var. Bax, tələb etmək var. Görürsünüz, burada da hüquqdur da, biz hələ hüquqdan danışırıq. Sonra deyir, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək. Bu da müəllimin hüququdur. İstəsə edə bilər, istəsə edə bilməz. Deyir, müəyyən edilmiş hallarda və qaydada mükafatlandırmaq və təltif olunmaq onun hüququdur. Təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlamaqla akademik və inzibati vəzifə azad olmaq şərti ilə məsləhətçi professor vəzifəsi tutmaq onun hüququdur. Yəni, hüquq deyəndə onun öz seçimi olur da, istəsə edər, istəsə etmək, hüquqlar bunlardır. Biz gəldik müəllimlərin vəzifələrinə. İndi biz baxaq görək bunların vəzifələrini nədən danışır. Deyir ki, təhsil sahəsində dövlət siyasəti həyata keçirilməsində iştirak etmək. Əlbəttə ki, biz bilirik ki, qanun qaydası olan dövlətdə yaşayırıq. Biz də dövlət müəssisəsində işləyirik. Əlbəttə ki, mütləq şəkildə dövlətin qoyduğu qayda qanunları biz mütləq yerinə yetirməliyik də. Təhsil sahəsində dövlət siyasətində həyata keçirilməsindən iştirak edilməsi tələb edilirsə, əlbəttə ki, mən bunu etməliyəm. Bu vəzifədir. Təhsil proqramlarının, kurikulumların mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək. Məsəl üçün, hər bir təhsil işçisi, hər bir müəllim öz yeni metodlarla keçirilən dövrün tələbinə görə qoyulmuş proqramları, kurikulumları mənimsənilməlidir. Mənimsənilməsi təmin etməli və keyfiyyətli də təhsil verməlidir. Onun vəzifəsidir. Məsəl üçün, siz bunu deyirəm ki, vəzifəni tapmaq istədiyinizdə təhsil verməmək. Çevirin də, cümlənin tərsinə çevirin. Necə təhsil verməyə bilər bunu? Qınaq obyektinə çevriləcəkdir. Yəni, necə ola bilər ki, sən müəllimsən, sən necə keyfiyyətli təhsil verməyə bilərsən ki, ona görə belə daha rahat ayıra bilərsiniz. Deyir ki, təhsil alanlarda fəal vətəndaş mövqeyini formalaşdırmaq, onları vətənpərvərlik və Azərbaycancılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əlavə fəaliyyətə hazırlamaq. Deməli, hər bir şagirdə mütləq şəkildə onlara dövlətə, vətənə qarşı sevgi hissi aşılamaq lazımdır. Sevgi hissi aşılamaq lazımdır. Ona görə o balaca vaxtından vətənə qarşı, dövlətə qarşı vətənpərvərlik ruhu, yəni vətənpərvərlik ruhunda, Azərbaycancılıq ruhunda tərbiyə edilməlidir ki, o gələcəyə sağlam düşüncəli insan kimi yetişsin də. Yəni, əgər məsəl üçün evdə bir dəqiqə kimsə qoşulmaq istəyir, qəbul edin. Bir dəqiqə gözləyin. Bəli, biz dedik ki, təhsil verənlərin vəzifələrinə baxırdıq da. Cümləyə diqqət yetirin. Təhsil alanlarda fəal vətəndaş mövqeyini formalaşdırmaq, onları vətənpərvərlik və Azərbaycancılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq mütləq şəkildə dərslərdə məlumatlandırmaq, tədbirlərdə daha çox keçirmək, valideyn olsun, valideyn bunu evdə etməlidir, məktəbdə bu haqda məlumat almalıdır. Məsəl üçün, mən keçən dəfə dərsimizdə demişdim ki, biz müstəqil bir dövlətdə yaşayırıq. Bəli, müstəqil bir dövlətin vətəndaşlarıyıq. Hər bir dövlət müstəqil ola bilər, amma bu müstəqilliyi qoruyub saxlamaq lazımdır. Bu müstəqilliyi qoruyub saxlamaq necə ola bilər ki, məsəl üçün, hər bir dövlətin, hər bir vətəndaşı prezidentin ətrafına sıx birləşməlidir. Vətənini, dövlətini sevməlidir ki, dövlət müstəqilliyi daim olsun. Məsəl üçün, biz də məktəblərdən balaca vaxtından uşaqlara fəal vətəndaş mövqeyini formalaşdırmalıyıq. Onları vətənpərvərlik, Azərbaycancılıq ruhuna tərbiyə etməliyik. Müstəqil həyata və əmək fəaliyyətinə hazırlamalıyıq ki, onlar gələcək cəmiyyətimizdə cəmiyyətimiz üçün yararlı bir insanlar kimi yetişsinlər ki, artıq onlar məktəb vaxtından
cəmiyyətimizi, vətənimizi, müstəqilliyini qorumaq üçün, yəni prezidentimizin ətrafında sıx birləşmək üçün onlarda o sevgi, o istək olsun, vətənə qarşı sevgi aşılansın onlarda. Deyir ki, təsdiqlananlarda Azərbaycan Respublikası müstəqilliyinə, konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşər dəyərlərinə, cəmiyyətdə ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq. Bayaq dediyim kimi, bəli, bu baxın, hər bir müəllimin vəzifəsidir bu. Yəni dövlətə, vətənə qarşı qayğı və sevgi hissi aşılayaraqdan onları yetişdirmək lazımdır. Deyir ki, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək. Etik davranış qaydalarına siz görəcəksiniz ki, yəni hər bir müəllimin etik davranış prinsipləri var ki, mütləq şəkildə hər bir təhsil verən etik davranış prinsiplərinə riayət etməlidir. Məsələn, hər hansı bir etik davranış prinsiplərinə riayət etməyən müəllim, əgər həqiqətən də o etik davranış prinsiplərini pozubsa, bir il müddətində təhsildən kənarlaşdırılır. Bir ildən sonra o təhsilə, yəni olmamalıdır bu. Əslində həmin etik davranış prinsipləri bir növ vəzifə kimi götürülür. Mütləq şəkildə hər bir müəllim onu yerinə yetirməlidir. Yəni etik davranış qaydalarına görə etika, əxlaq normalarına riayət etməlidir. Müəllim nüfuzunu yüksək tutmalıdır, ziyalılıq nümunəsi göstərməlidir. Məsəl üçün hər bir müəllim oturuşuna, duruşuna fikir verməlidir. Hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. Yəni müəllimlik adını, öz nüfuzunu yüksək tutmalıdır. Bu bunun vəzifəsidir. Sonra deyir ki, daxili nizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirmək. Məsəl üçün biz bilirik ki, hər bir məktəbdə əlbəttə ki, bura təhsil müəssisəsidir. Müəllim mütləq şəkildə təhsil müəssisəsinin, həmçinin şagird və valideyn də hər bir məktəbin müəllimi də, şagird də, valideyni də daxili intizam qayda, hər məktəbin özünə görə daxili intizam qaydaları olur ki, bunlara mütləq şəkildə əməl etməlidir. Onun vəzifəsidir. Və həmçinin də bildiyimiz kimi deyir ki, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək. Deməli, biz bilirik ki, işə götürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, həmən əmək müqaviləsində hər bir işçinin orada əmək funksiyası göstərilir. Məsəl üçün, əmək funksiyası budur ki, hər gündə həmən işçinin gündəlik görəcəyi işlərdir. Həmən işlər əmək funksiyası adlanır. Bəli, hər bir işçi işçi götürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən o gündəlik olaraq öz əmək funksiyasını mütləq şəkildə yerinə yetirməlidir. Bu bunun vəzifəsidir. Sonra deyir ki, baxın, təslananların şərəf və ləyaqətinə hörmət etmək. Baxın, bu şərəf və ləyaqətə hörmət etmək biz 3-cü dəfə rastımıza çıxdı. İlk dəfə hansındaydı? Şagirdlərin deməli vəzifələrində var idi ki, hər bir şagirdin vəzifəsidir ki, pedaqoji işlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdırlar. Bəli, bu hər bir şagirdin vəzifəsidir. Sonra ikinci dəfə harda rastlaşdıq? Təhsil verənlərin, müəllimlərin deməli hüquqlarında rastlaşdıq. Deməli, hər bir müəllimin, ümumiyyətlə hər bir təhsil işçisinin hüququdur ki, öz şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etsin. İndi baxırıq bu, müəllimlərin vəzifəsində də deyilir bu. Həmçinin, baxın, hansı ki, müəllim öz hüququnda şagirdlərdən özünə şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını necə ki, tələb edirdisə, həmçinin öz vəzifəsində də onun vəzifəsidir ki, təhsil alanların şərəf və ləyaqətinə hörmət etməlidir. Bəli, danışığında, onların müraciətində artıq əskik söz deməməlidir, hörmətlə yanaşmalıdır. Yəni, hansı ki, o öz hüququnda ki, şagirddən tələb edirdi ki, mənim şərəf və ləyaqətimə hörmətlə yanaşsın şagird, həmçinin özünün vəzifəsidir də, həmən şagirdin şərəf və ləyaqətinə hörmət etməlidir. Bu bunun vəzifəsidir. Sonra baxırıq uşaq və gəncləri fiziki və fiziki zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təslananların təhlükəsizliyini və sağlamlığının mühafizəsində iştirak etmək. Bayaqların biz uşaqların
Hüquqlarında da gördük ki, mən oradakı danışdım sizə, məsəl üçün hər bir şagirdin öz zorakılıqdan qorunmaq, hansı ki, hər hansı bir bullyinqə məruz qaldığı zaman, yəni bunlardan öz hüquqlarını hüququdur qorunmaq. Ola bilər ki, məktəbdə hər hansı bir hadisə ilə müəllim rastlaşdığı zaman bunu ört-basdır etməməlidir. Məsələn, hər hansı bir zorakılıq hallarına rastlaşırsa, eşidirsə, hansı uşaqdan uşaqlar deyirlər də, məsəl üçün sinif rəhbərlərindən çox deyirlər ki, mənim uşaq bunu elədi, onu elədi. Ona görə ya gizlətmək olmaz, ya qulaq ardına vurmaq olmaz. Mütləq şəkildə bunu aşkara çıxartmaq lazımdır. Aşkara deyəndə belə etmək. Ola bilər ki, məktəb psixoloquna müraciət etmək, məktəb psixoloqu ilə danışmaq və bunu valideynə bildirmək. Bu konfidensiallıq qorunmalı, bu gizlilik qorunaraqdan həmən uşağın başa salmaq, danışmaq, hər hansı bir nəsə problem yaşanıbsa psixoloqla görüşdürmək lazımdır. Yəni həmən uşaqların əgər hər hansı bir zərərli vərdişi varsa, onlardan çəkindirmək lazımdır. Yəni onların həmçinin təhlükəsizliyin, sağlamlığının mühafizəsində iştirak etmək lazımdır. Məsəl üçün biz bugünkü gündə deyirik ki, valideyn, müəllim və şagird üçbucağı var. Həmən üçbucağı mütləq şəkildə ardıcıl olaraq, yəni diqqət yetirmək lazımdır. Hansısa müəllim şagirdlə bağlı yaxşısını da, pisini də şagirdin müəllimə üzr istəyirəm, valideynə çatdırmalıdır. Əgər bəlkə də onun hansısa bir pis vərdişi var, nəsə bir şuluqdur, ya ağzına nəsə pis sözlər qaçırır, bəlkə bu evdə belə deyil, həqiqətən var belə uşaqlar. Yəni bunu valideynə bildirmək lazımdır. Sizin uşağınız evdə də belədir, ya məktəbdə belədir. Yəni bunun öhdəsindən gəlsin də. Məsəl üçün ola bilər ki, yaxşı oxuyursa, əlbəttə ki, valideynə bildirmək lazımdır. Məsəl üçün bunu da deyim ki, əziz qrup üzvləri, hər hansı bir şagird, hər hansı bir kimsə nəyisə eləyirsə, birinci dəfə, ilk dəfə onu elədiyi zaman həmən uşağın necə deyim, təqsiridir. Məsəl üçün adi bir oğru olsun. Kimsə də şagirddir, uşaq da adi bir böyük insan olsun. Dinləyin, birinci dəfə o işi eləyirsə, uşaq olsun, hansısa bir lazımsız hərəkətdir, danışıqdır, sözdür, yenə də dediyim ki, oğrudur, hər kimsədir. İlk dəfə onu elədisə, ilk dəfəsinə bəli, bunu edən şagird təqsirkardır. Bunu edibsə təqsirlidir bu. Bunun öhdəsindən gəlmək lazımdır. Valideynə demək lazımdır, psixoloqa demək lazımdır. Bunun sonu, yəni öhdəsindən gəlmək lazım. Bu uşaq bunu edib, bu təqsirkardır. Amma siz ilk dəfəsində bunu etmədinizsə, bunun öhdəsindən gəlmədinizsə, yaxşı, buna heç nə eləmədinizsə, ikinci dəfəsində uşaq bunu eləyəndə artıq onda uşaq təqsirkar olmur. Burada valideyn təqsirkar olur və müəllim təqsirkar olur. Ona görə ki, artıq sən birinci dəfəsində bunu öhdəsindən gəlsəydin, uşaq bunu etməyəcəkdi də. Ona görə birinci dəfədən adi məsəl üçün bir oğurluq eləyən kəs olsun, birinci dəfəsində bunun öhdəsindən gəlməyəndə bu təqsirkardır, bunu edib, amma ikinci dəfəsində edəndə artıq bu olmur təqsirkar. Onu görən, gizlədənlər olur təqsirkar. Ona görə birinci dəfəsində o valideyn, o hər kimsə onun öhdəsindən gəlməli idi. Yəni uşaq və gənclərin harda qalmışdıq? Vəzifələrindən danışırdıq. Bəli, dedik ki, hər bir uşağın sağlamlığın mühafizəsinə iştirak etmək hər bir məsəl üçün müəllimin vəzifəsidir. Deyir ki, ixtisas və elmi pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələr, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdən kənar və məktəbdən kənar tədbirlər həyata keçirmək. Bəli, biz dedik ki, bugünkü gündə bizim dövrümüz, yəni müstəqil bir dövlətdə yaşayırıq. Dövlətimiz günü-gündən inkişaf edir, yenilənir. Bizim təhsilimizdə də həmçinin yeniliklər var. Bugünkü gündə dövrün tələbinə görə bəli, hər bir müəllim öz elmi pedaqoji səviyyəsini yüksəltməlidir, elmi araşdırmalar aparmalıdır, özlərini işləməlidir, interaktiv təlim metodlarından innovasiyaları öyrənməlidir. Bu onun vəzifəsidir. Deyir ki, valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq. Bayaq dediyim kimi, hər bir müəllim valideynlərlə əməkdaşlıq etməlidir. Mütləq şəkildə şagirdin yaxşısını və pisini valideynə çatdırmalıdır.
Onların bəli, təlim nailiyyətləri barədə də valideynləri məlumatlandırmalıdır. Yəni təlim nailiyyəti dedikdə hər bir şagirdin aldığı qiymətlərindən, bacarığından, hər hansı bir əldə etdiyi nailiyyətlərindən danışılır. İstəyir yaxşı oxumursa, oxumamağına deməlidir, nailiyyəti nə deməlidir, mütləq şəkildə valideyni məlumatlandırmalıdır. Deyir ki, təhsil müəssisəsinin rəhbərliyi, psixoloq və həmkarlarla əməkdaşlıq etmək, təhsil alanların təlim və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq. Bəli, məsəl üçün, hər bir sinifdə dediyim kimi müəyyən xasiyyətli, xarakterli şagirdlər ola bilər. Yəni mütləq şəkildə hər bir müəllim məktəb rəhbərliyi ilə, psixoloqla da, həmkarlarla da əməkdaşlıq etməlidir. Onların hər hansı bir şagird haqqında da onlara məlumat verməlidir. Yəni onların təlim ilə, inkişafı ilə bağlı məsləhətləşmələr aparmalıdır. Onun vəzifəsidir. Qanunvericilikdə müəyyən edilmiş qaydada attestasiyadan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində sertifikatlaşmadan keçmək. Bəli, hər bir müəllim dövlətin qoyduğu imtahanlardan, sertifikasiyadan keçməlidir. O, onun vəzifəsidir. Gəldik valideynlərin və qanuni nümayəndələrin hüquqi vəzifələrinə. İndi siz bunu oxuyanda mənim dediyim kimi siz belə cümlənin sonunu dəyişərsiniz ki, etməsin də, etməlidir deyirsə, etməsin deyin. Sonunda görəcəksiniz ki, necə qınaq obyektinə çevirir. Hüququ da deyəndə, amma hüququ da seçə biləcəksiniz belədən də, vəzifəni də seçə biləcəksiniz. Ola bilər ki, dediyim kimi, ilk öncə baxırsınız, istəsəz cümləni oxuyursunuz. Baxırsınız, tapırsınız, hüquq durumu vəzifədirmi? Tapdınız. Sonra tapırsınız kimə aiddir. Lap ilk başdan cümlə oxuyursunuz, lap tapırsınız kimə aiddir, sonra baxırsınız ki, hüquq durumu vəzifədirmi? Deməli deyir ki, valideynlərin və digər qanun nümayəndələrin hüquqi vəzifələri. Valideyn dedik ki, hər bir kəsin öz valideynidir, öz övladı, anası, atası var da bu valideyndir. Qanun nümayəndə də övladlığa götürən şəxslər, uşaq evlərindən övladlığa götürən şəxslər qanuni nümayəndə adlanır və yaxud qəyyumluğunda himayəsində olan şəxslər adlanır bu qanuni nümayəndələr. Deməli, onların hüquqlarına baxırıq. Deyir ki, yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsi seçmək. Yəni, hər bir valideynin öz övladının məktəbini seçmək öz hüququdur. İstəsə, məsələn, bağçaya qoyur, istədiyi bağçaya qoya bilər. Heç kəs deyə bilməz, sən niyə ora qoydun, niyə bura qoydun? Bu, onun hüququdur axı. Öz seçimidir, özü bilər. Dediyim kimi cümlənin sonuna da daha çox nəzər yetirəni görürsünüz ki, seçmək deyilirsə, burada hüquqdan danışılır. Deməli, valideyn də öz uşağını istədiyi məktəbə qoya bilər, təhsil müəssisəsini seçə bilər, hüququdur. Sonra deyir, təhsil prosesinin təşkili, tədrisi keyfiyyətli, övladların dərsi davamiyyəti, təhsilə marağı və davranış haqqında məlumat almaq. Bəli, hər bir valideyn təhsil müəssisəsinin təşkili ilə bağlı maraqlana bilər, təhsilin keyfiyyəti ilə maraqlana bilər, övladın dərsi davamiyyəti ilə maraqlana bilər. Yəni, həmən övladının təhsillə bağlı marağı, davranışı ilə məlumat almaq onun hüququdur. Sinif rəhbərindən, müəllimindən, direktorundan soruşa bilər, məktəbə gedə bilər, dərslərində iştirak edə bilər. Bu, hər bir valideynin hüququdur. Dedik ki, hüquqlar dövlət tərəfindən verən səlahiyyətdir. Hər bir kəs bunu istəsə edər, istəsə etməz. Amma vəzifə mütləq şəkildə boynumuzun borcudur. Bu vəzifədir, biz bunu yerinə yetirməliyik. Biz hal-hazırda valideynlərin hüquqlarından danışırıq. Deyir ki, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasına iştirak etmək. Bəli, təhsil alanların hüquqlarını müdafiə etmək hər bir valideynin hüququdur. Məsəl üçün, hər bir valideyn öz övladının hüququnu müdafiə etmək hüququdur, müdafiə edə bilər. Digər sözə diqqət yetirir, deyir ki, təhsil müəssisəsi idarə olunmasına iştirak etmək. Burada təhsil müəssisəsi idarə olunmasına iştirak etmək deyə bilərsiniz ki, bu axı valideyn təhsil müəssisəsinin idarə olunmasına necə iştirak edə bilər? Yəni, təhsil müəssisəsinin idarə olunması deyəndə, təhsil müəssisəsində olan iclaslara qatıla bilər, tədbirlərə qatıla bilər, orada hər hansı bir fikir, mülahisələr söyləyə bilər. Məsəl üçün, bu hüququdur, bunu edə bilər, etməyə də bilər. Sonra təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, dedik ki, bayaq da vurğuladım, mütləq şəkildə valideyn, müəllim, şagird üçbucaq olmalıdır. Hər bir müəllim də, hər bir valideyn də valideyn, müəllim valideynlə əməkdaşlıq etməlidir, valideyn müəllimlə əməkdaşlıq etməlidir. Deməli, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək
Tədris prosesinin təkmilləşdirilməsi və maddi texniki bazanın yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək hər bir valideynin hüququdur. Məsəl üçün, bilərik ki, məsəl üçün ola bilər ki, dedik ki, bayaq sizə demişdim ki, maddi texniki tədris bazası var, bir də infrastruktur var. İnfrastruktur daşınmaz əmlak idi. Maddi texniki tədris bazası daşınan əmlak idi. Daşınan əmlaklara maddi texniki tədris bazası nələrə aid idi? Ola bilər ki, məktəbdə stuldur, şkafdır, məsəl üçün hər hansı bir laboratoriya otağında olan cihazlardır. Hər nəsə də bunlar maddi texniki tədris bazası adlanır. Yəni burada nədən danışılır? Deməli, tədris prosesinin təkmilləşdirilməsində həmin maddi texniki tədris bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək hər bir valideynin hüququdur. Bəli, onun yaxşılaşdırılması üçün, alınması üçün təklif irəli sürə bilər. Könüllü yardımlar etmək hər bir valideynin hüququdur. Edə bilər. Məsəl üçün, hansısa valideyn gəlir ki, sentyabrın əvvələn deyir ki, mən bugün o qızım oxuyan sinifi özüm remont eləyəcəm. Öz xərcimlə, öz pulumla. O onun hüququdur. İstəsə edə də bilər, istəsə də etməyə bilər. Yəni, könüllü yardım edir də. Buna heç kəs heç nə deyə bilməz. Bu, bunun hüququdur. Məsəl üçün, 5 valideyn, 10 valideyn yığılır, deyir ki, biz istəyirik ki, öz sinifin, uşağımızı oxuduğu sinifin lövhəsini yeniləyək, şkaf alaq, nəsə edək. Yəni, könüllü yardımlar etmək onların valideynlərin hüquqlarıdır. Deməli, indi biz valideynlərin vəzifələrinə baxacağıq. Az qalıb bitir bu, sonudur. Bəlkə yoruldunuz bayaqdan da dinləyib. Səsim gəlirmi ümumiyyətlə sizə? Bəzən səsim siz tərəfdən səs gəlməyini elə bilirəm. Səsim mi kəsilib, nəsə səsim mi getmir sizə? Danışıram bayaqdan. Səsiniz gəldi müəllimə. Hə, yaxşı. Deməli, bitiririk, az qalıb. Biraz da hövsələli olun. Deməli, biz təhsil valideynlərin hüquqlarından danışıq. İndi biz vəzifəsindən danışacağıq. Dedik ki, valideynlər və digər qanun nümayəndələrin təhsil sahəsində vəzifələrindən danışırıq. Deyir ki, övladlarının erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq. Bax, dediyim kimi inkara çevirək, şərait yaratmamaq. Deyərlər ki, sən necə valideynsən? Sən necə öz uşağının intellektual inkişafına şərait yaratmırsan? Belə şey olar. Qınaq obyektinə çevrilir, görürsünüz. Yəni, vəzifəni tapanda belə tapa bilərsiniz. Dediyim kimi. Sonra deyir ki, onların icbari və ümumorta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq. Dedik ki, bu valideynin vəzifəsidir. Mütləq şəkildə hər bir valideyn övladının erkən yaşından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumorta təhsil almasına təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq. Bəli, hər bir valideynin, hər bir qanun nümayəndənin vəzifəsidir. Hər bir valideyn mütləq şəkildə öz övladının məktəbə gəlməsi üçün şərait yaratmalıdır. 9 illik təhsil alması icbaridir. Heç bir valideyn öz övladının təhsildən yayındıra bilməz. Məsəl üçün, ola bilər ki, hansısa valideyn deyir ki, mənim öz övladımla özüm bilərəm də, yəni mən onun anasıyam da. Xeyr, bu bunun deyə bilməz bunu. Ola bilər övladı üçün sinif, məktəb seçə bilər, Biz öz uşağının hüquqlarındakı kimi uşağı öz hüququndan istifadə edə bilər. Valideyn də öz uşağı üçün öz hüququnu istifadə edə bilər. Amma daha övlad mənimdir, mən özüm istədiyim kimi edə bilmərəm deyə bilməz. O övlad təkcə o valideynin deyil, həmçinin də dövlətin övladıdır. Yəni, biz görürük ki, övlad dünyaya gələn gündən dövlət ona necə nəzarət edir, qeydiyyat alır, uşağın sənədləri düzəlir, yəni şəxsiyyət vəsiqəsi olur. Artıq bu, həmən bu uşaq gələcək cəmiyyətimiz üçün yetişir də, gələcək cəmiyyətimizin bir üzvüdür. Ona görə də dövlət bilir hər uşağı nə etmək lazımdır. Mütləq şəkildə 9 illik məktəbi bitirməlidir. Bu icbaridir. Heç bir valideyn onu təhsildən yayındıra bilməz. Həmçinin də mənim öz övladımdır, özüm bilərəm deyib, uşağı aparıb ağlına gələn ağır işlərdə işlədə bilməz. Buna icazə yoxdur. Üzr istəyirəm. Məsəl üçün, ola bilər ki, maddiyyat baxımından da olsa, heç bir valideyn öz uşağını aparıb heç yerdə işlədə bilməz. Məsəl üçün, adi 13-14 yaşı varsa, uşağı ağır işlərdə işlədirsə, bu valideyn məsuliyyət daşıyır. Heç vaxt da ola bilməz bu. Bu məsuliyyət daşıyır, bu cəza tədbiri görməli, cəzalandırılmalıdır bu valideyn.
Hansı ki, uşaqlar işləyə bilərlər, yalnız 15 yaşı olan uşaqlar. O da ki, amma valideynin öz icazəsi ilə, yenə də ağır işlərdə yox. Məsəl üçün, hansısa işçi 15 yaşına çatmış uşağı götürüb işlədirsə, əgər onun valideyn ağzının adından izahat yazılmayıbsa, o həmən o işə götürəndə cəzalandırıla bilər. Ona görə ki, hələ bu uşağın 18 yaşı bitməyibdir də. Sən bunu necə işlədə bilərsən ki, valideynə icazəsiz? Amma da 15 yaşından kiçik olan yaş uşaqları, məktəb yaş uşaqları, məsəl üçün, heç vaxtı heç bir valideynəm deyib özü ağlına gələn işlərdə onu işlətmə icazəsi də yoxdur. Deməli deyir ki, övladını humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli, mənəvi, ümumi bəşər dəyərlərinə hörmət ruhunda tərbiyə etmək. Bəli, tərbiyə deyir ki, ailədən gəlir. Məsəl üçün, hər hansı bir şagird məktəbdə özünü necə aparırsa, bəzən deyirlər ki, ailənin güzgüsüdür də bu uşaq. Yəni, öz ailə tərbiyəsini nümayiş etdirir də. Bəzən həqiqətən də belə olur ki, ailədə aldığı tərbiyəni uşaq belə görüb də özündən asılı deyil. Məsəl üçün, mən sizə deyim bunu, mən özüm tarix müəlliməsiyəm. Bu il 21-ci ildir ki, tarix müəlliməsi işləyirəm. Sinif rəhbərliyim də var, 9-cu sinif rəhbəriyəm. Amma bir sıra istiqamətlər üzrə də təlimçilik edirəm. 7 ildir də, bilmirəm, bu qrupda, yəni özüm haqqında məlumat vermişəm, verməmişəm. 7 ildir bir sıra istiqamət üzrə təlimçilik edirəm. Bugün mənim dərsimdir. Dərsdə direktor sinifə girdi. 9-cu sinifdir də, məlum məsələ. Diqqət mərkəzindədir. Bizim dövlətimiz ən çox da 9-cu siniflərinə buraxılış sinif olduğu üçün daha diqqət yetirir. İmtahanları, sınaqlar təşkil edilir, monitorinqlər təşkil edilir ki, sonunda bunlar imtahan verib dövlət sənədi alacaqlar axı. Direktor sinifə girdi, davamiyyətə yoxladı ki, davamiyyət nə yerdədir. İndi oradan buradan uşaqlarla danışır. Bir də gözü diqqət yetirdi, qızın barmağında 3 dənə üzük var. Yəni, direktor buna deyir ki, mənə deyir, sən görmədin müəllimə üzükləri? Deyirəm, valla müəllimə, qabağına da sumkanı qoyubdu, gizlədibdi da. O vaxtı nəsə oldu ki, bəlkə diqqəti yayındı saçını, nəyəsə düzəldirdi, üzüklər. Biri baş barmağından, biri o barmaq, bu barmaq. İndi siz təsəvvür, direktor bunu üzükləri çıxartdırıbdı, aya, direktorun dil ötür. Yəni, nə bilim, valla, məsəl üçün, gördün ki, bu birincisi sən şagirdsən, üzüyü niyə taxıbsan, taxmaq olmaz da. Sonra da direktordur bu insan. Üzüyü çıxartdırıb əlindən. Hələ də baxın, bu burada deməli özünə nasıl idi bu ailədə aldığı tərbiyəni nümayiş elətdirir. Direktorun qarşısında, böyük qarşısında ədəbsiz cavab vermək, danışmaq həqiqətən belədir. Məsəl üçün, bu ailənin tərbiyəsi nümayiş elətdirir. Mütləq şəkildə ailədə övladlarına qarşı balaca vaxtdan o uşaqlara ona görə, bax, bu vəzifəsidir bu valideynin, övladını humanist, vətənpərvər, azərbaycançılıq, əməksevərlik, öz dilini, ədəbiyyatına və tarixinə, milli, mənəvi və ümumbəşər dəyərlərinə hörmət ruhuna tərbiyə etmək. Sən öz övladını tərbiyə etməzsənsə, qonşumu tərbiyə edəcək. Başa düşmürdü, bu uşaqdır, bu uşağı yönləndirmək lazımdır. Adi bir arxda su gedirsə, arxın qabağını kəsib belə suyu o yana verəndə su o yana gedəcək də. Bu sudur da, bu yolunu bilmir, sən yönləndirirsən. Baxın, bu uşaq da elədir, adi oxumağından tutmuş. O gələcək həyatı başa düşmür, bilmir. O uşağı başa salmaq lazımdır, yönləndirmək lazımdır. Ailədən gəlir bu tərbiyə. Ataya, anaya qarşı, böyüyə qarşı. Bugünkü günə marşrutda gedəndə, avtobusda gedəndə görsən, valideyn oturur yanında uşağı, böyük adam ayaq üstə gedir. Yəni, müəllim ayaq üstə gedir. Var belə bir şey. Yəni, bu uşağı başa salmır. Bu uşaq da gələcəkdə böyüyəndə belə görür. Nə görürsə, onu edəcək də. Ona görə də, məsəl üçün, əvvəl, ilk öncə ailədən tərbiyələnməlidir uşaq. Sonra da məktəbdə müəllim bu vəzifəsini yerinə yetirməlidir. Məsəl üçün, belə deyək də, əgər bunu uşaq ailədə görmürsə, məktəbdə gələndə müəllim deyəndə də o qədər başa düşmür. Həqiqətən o qədər fərqli-fərqli nələrə ola bilər ki, Allah uzaq eləsin, hansısa atası, anası məhkumdur, ailədə öz başına qalır, öz başınalıq olur. Amma inansə heç məhkum olmayan ata-ana yanında olanlardan da olur belə bir vəziyyətlərlə rastlaşmaq olur. Ona görə də baxın, bu uşaqları əvvəl balaca vaxtından mütləq şəkildə ata-ana onu yönləndirməlidir. Maşallah, indi bizim uşaqlarımıza, gənclərimizə baxanda, nə bilim, o qədər mən görürəm, rastlaşıram belə insana, bugünkü dediyim qız
Nə bilim, ümumiyyətlə özüm də bir iki dəfə hiss eləmişəm, o qızda nələrsə də biraz aqressiv cavablar, nələrsə. Belə olmamalıdır. Yəni e, şagird necə deyim, müəlliminə qarşı, ətrafındakılara qarşı mülayim olmalıdır, aqressiv olmamalıdır. Məlum məsələ ailədə gördüyü tərbiyəni alır. Məsəl üçün bir uşaq var idi ki, siqaret aludəçisi idi. Yəni o məktəbdən bir qohumumun məktəbində oxuyurdu o. Dəyişlər, neçə məktəblər dəyişlər. Deməli bu uşağın ata-anası yoxdur, yanında nənə ilə qalır. Tərbiyəsilə məşğul olan olmayıb. Həmçinin uşağın, övladın ətrafında olan dostları ilə maraqlanmaq lazımdır. Yəni bugünkü dövrdə mütləq şəkildə. Ona görə hər bir valideyn öz övladını vətənə qarşı, ailədə bilirsiniz necədir? Valideyn əgər oturub lazımsız seriala baxırsa uşağın yanında, uşaq orada nə tərbiyə alır? İnanın, məsəl üçün mən özüm heç vaxt seriala baxmamışam, baxdığım da yadıma gəlmir. Televizorda nəsə qoyanda da, yəni özümdən çox uşağı düşünərəkdən açıram ki, ya bilik yarışı olur, ya hansısa nə bilim dənizdən nədənsə öyrədici bir şey. Ümumiyyətlə hər zaman uşağın təlimi ilə maraqlanmaq lazımdır ki, gələcəkdə yaxşı bir insan kimi yetişsin. Hər vəzifənin və hüququn sonunda verilirdi ki, bir də sonda deyilir ki, təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq. Hər bir valideyn, bəli, təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etməlidir. İşgüzar nüfuzunu qorumalı. Ola bilər ki, sən valideynsən, məktəbdə nəsə olub, haraya həşirlə gəlib, sən koridorlarda haraya həşir sala bilməzsən. Məktəbin daxili intizam qaydalarına riayət etməlisən. Ola bilər, bu olmamalıdır. Həmçinin müəllimlər özlərində də ki, bu daxili intizam qaydalarına riayət etməlidirlər. Ola bilər ki, koridorda iki müəllim tutur, haray-haray durur, qabaq-qabağa haray-həşirlə danışırsa, bir-birini qırırlar. Sonra bunu görən uşaq o müəllimin dərsində necə sakit durar ki? Yəni onu necə sakitləşdirə bilər ki? Yəni ona görə də lazım deyil ki, etik davranış qaydalarını keçəndə ətraflı şəkildə bunlardan danışacağıq biz. Yəni bugünkü gündə bizim indi keçdiyimiz danışdım mən 32, 33, 34. Azərbaycan Respublikasının təhsil haqqında qanun 32, 33, 34. Təhsil alanların, təhsil verənlərin və valideynlərin hüquqi vəzifələrindən danışdıq. Dedik ki, hüquqlar dövlətin bizə verdiyi səlahiyyətdir, vəzifələr isə bizim edəcəklərimizdir, boynumuzun borcudur. Hüququ biz istəsək edərik, istəsək etmərik, amma vəzifəni mütləq şəkildə etməliyik. Yəni hüquqlar bizə gələnlərdir, vəzifələr isə bizdən gedənlərdir. Eləməli olduqlarımızdır. Yəni mütləq şəkildə biz bunları etməliyik. Yorulmadınız ki, əziz qrup üzvləri, yormadım ki sizi. Xeyr, müəllim, yorulmadıq. Deməli, Mən yorulmadım. mən nöqtə-nöqtə onların hər birisini ayrı-ayrı vurğulaya, belə səsləndirdim, danışdım. Hər dəfə də, Bəli. məsəl üçün, bir dəfə belə dərsə qoşulanda bir şey yadınızda qalır. Materialı oxuyanda bir şey, sonra izahı yenidən dinləyəndə bir şey, testlər göndərəcəmsə, o test işləyəndə bir şey, özünüz də görəcəksiniz ki, müəyyən zaman ərzində nə qədər informasiya, məlumat əldə etdiniz. Yəni, məlum məsələdə mən həmişə uşaqlara deyirəm ki, müəyyən ardıcıllıqla bir şey öyrənmək lazım. Yəni adamın başında bir dənə bir şurup olsa açarsan, tökərsən də istədiyin dərsi, kitabı ora. Amma məlum məsələ belə deyil. Biz buna vaxt ayırmalıyıq, zaman ayırmalıyıq, başa düşə-düşə oxumalıyıq ki, onu öyrənək, qavrayaq. Yəni insan beyni böyükdür. O qədər informasiya qəbul edə bilər ki, həqiqətən sadəcə olaraq bunu doğru düzgün şəkildə sən öyrənib yadında saxlayacaqsansa, öyrənə bilərsən. Deyir ki, kompüter ən güclü qurğudur. Baxın, əziz xanımlar, kompüteri yaradan da insandır da. Bəli, kompüter informasiyanı qəbul edir, yadda saxlayır, emal edir. Güclü qurğudur, nə qədər yaddaş tutur. İnsan da, baxın, bunu da yaradan insandır. Öz başına yaranmayıb. Deməli, insan beyni hər şeydən güclüdür. Hər kəs nə istəsə öyrənə bilər. Bunu hər kəs bacara bilər. Sadəcə olaraq istək lazımdır və dərsləri doğru düzgün zamanda, doğru düzgün məkanda oxumaq lazımdır. Bizim dərsimiz bu qədər.